Bakıda 1999-cu il təvəllüdlü Azər TikTok sosial şəbəkəsində təhqiredici paylaşıma görə tanışı Elçini öldürməyə cəhd edib. Telegrafın əldə etdiyi xəbərə görə Masallı rayon sakini Azər bu ilin aprelin 28-də zərərçəkmiş şəxsə WhatsApp mobil tətbiqindən zəng edib və TikTok sosial şəbəkəsində onu təhqir etdiyinə görə məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirib. O, zərərçəkmiş şəxsin yaşadığı ünvanı öyrənib və saat 22 radələrində onunla Biləcəri qəsəbəsi Ordubadi küçəsində görüşüb. Birlikdə Biləcəri qəsəbəsində yerləşən evinə gedib. Orada Elçindən hansı səbəbdən təhqirə yol verdiyini soruşub. Elçin onu təhqir etmədiyini deyib, TikTok sosial şəbəkəsində olan yazışmanı göstərməsini istəyib. Azər yazışmanı sildiyini deyib. Daha sonra birlikdə yaxınlıqda yerləşən marketə gediblər. Orada siqaret alaraq zərərçəkmiş şəxsin yaşadığı evin qarşısına qayıdıblar. Azər Elçindən ayrılaraq yaşadığı rayona gedəcəyini deyib. Zərərçəkmiş də öz evinə yollanıb. Ancaq Azər söhbət zamanı zərərçəkmiş şəxsin ondan üzr istəməməsinə görə daim üzərində gəzdirdiyi bıçaqla onu öldürmək qərarına gəlib, təxminən 1 saat sonra geri qayıdıb. O, aprelin 29-da gecə saat 1 radələrində zərərçəkmiş şəxsin kirayədə yaşadığı mənzilə girib, yataq otağında arxası evin giriş qapısına tərəf paltarlarını soyunan Elçinə yaxınlaşaraq qəflətən kürək tərəfindən zərbələr vurub. Elçin özünü müdafiə etmək üçün çevrildiyi yenə də çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlərin təsirindən döşəmə üzərinə yıxılıb, Azər hərəkətlərinə davam etdirərək onun bədəninin müxtəlif nahiyələrinə yenə də zərbələr vurub. Elçinin döşəmənin üzərində hərəkətsiz qaldığını, müqavimət göstərmədiyini görüb, onu öldüyünü düşünərək evdən çıxıb. Bundan sonra Azər Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib və törətdiyi cinayət hadisəsi barədə məlumat verib. Zərərçəkənə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 29-120.2.2 xulqanlıq niyyəti ilə adam öldürməyə cəhd, 29-120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd və 157.1-ci Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsinin ziddinə mənzilə daxil olma maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Elçini TikTok sosial şəbəkəsindən tanıyıb. Sosial şəbəkədə şəklimi paylaşdım. Elçin şəklimin altından ünvanıma nalayiq ifadələr yazdı. Onunla telefon zəngi vasitəsilə danışdığım zaman qazi olduğumu öyrəndim. Ünvanıma nalayiq ifadələr işlətmək fikri olmadığını, yazdıqlarının səhvən şəklimin aşağısına düşdüyünü bildirdi. Daha sonra evinin yaxınlığında görüşdük. Birlikdə siqaret alaraq geri döndükdə səhhətimdə problem olduğunu görə məni öz evimə dəvət etdi. Taksi ilə evimə göndərəcəyini dedi. Həmin vaxt üzərimdə bıçaq olmayıb deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişə 2 bıçaq zərbəsi vurduğunu xatırlayır. Daha sonra polisə zəng etdim. Hadisə vaxtı üzərimdə bıçaq olmayıb. Polis əməkdaşları gələndə maşında oturmuşdum. Təcili tibbi yardıma və polisə özüm zəng etmişəm. 3-4 ay müddətində Məşdağada, daha sonra isə Masallı və Lənkəranda xəstəxanalarda psixoloji vəziyyətimlə bağlı müalicə almışam deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.